Samir bəy, mən danışım yoxsa qonaqlar danışsın? Yox, qoy mən bir dəqiqə danışım, sonra gözləyərəm. Mən buradan, yəqin Nəsimin də eşidər, mən buradan Nəsim kimilərinə demək istəyirəm ki, Vahid kimi kişilərə sənin dil uzatmağın haqqın yoxdur. Bu bir. İkinci, sən deyirsən ki, provokasyon burada retorik aparırsan. Provokasyon sualı sən verirsən. Vahid, mən şəxsən bir Azərbaycan vətəndaşı, öz subyektiv fikrimdir. Bugünkü gün Azərbaycan hakimiyyətinin apardığı siyasətdən mən razı deyiləm. Sən niyə belə provokasyon sual verirsən? Sonra deyirsən ki, sən dövlətdə provokasyon mən də razı deyiləm. Daxilində boşluqlar var. Yox, mənim deməyim odur ki, mən bir müsəlman kimi bilməliyəm ki, mənə ən yaxın, mənim din qardaşımdır, mənim qonşumdur. Mənim üçün Yahudi bəlkə də 10-cu, 11-ci yerdədir. Bəlkə heç orada da yoxdur. Çünki büyünə kimi Yahudi sisteminin bu dünyada etdiyi əcazili, 2 dünya müharibəsi çıxıb, ikisi də onların başının altından çıxıbdır. Mən şəxsən mənim dövlətimin, mənim hakimiyyətimin Yahudi sisteminin dəstəkləməsinə, yəni mən etirazçıyam. Mən ondan razılaşmıram. Müsəlman ölkəsi olan öz müsəlman din qardaşının yanında olmalıdır, qonşusunun yanında olmalıdır. Axşamınız xeyir. Səsim gəlir də, hər halda eşidilir. Mən ilk öncə qeyd eləmək istəyirəm ki, mən bu müharibədə nə İsrailin, nə ABŞ-ın, nə İranın tərəfində deyiləm. Amma sadəcə olaraq müəyyən bir reallıqlar var, onları bildirmək istəyirəm. Mən özüm dəfələrlə, mən demək olar hər günüm, belə deyim, açıq deyim, Rus, İngilis, hətta qarşı tərəf belə üzdən İraq düşmənlərin səhifələrini, saytlarını, xəbər portalını, hər bir şeyini izləyirəm mən. Mən bir şey demək istəyirəm ki, bu İranla bağlı. Yadınıza gəlirsə, 2020-ci il müharibəsində Bərdəyə, Tərtərə atılan bombalarda İran rəsmilərini hələ qoyuram bir qırağa. Nə adi blogerlər, nə siyasətçilər bir dəfə olsun bir paylaşım eləmədilər. Bir siyasi bir bəyanat verilmədi. Bir qətiyyətli bir addım atmadılar. 2020-ci ilin 9 noyabrında sülh müqaviləsi, daha doğrusu atəşkəs müqaviləsi bağlandı. Hardasa onda Zəngəzur dəhlizi söhbəti getdi ortalıqda. İran qayıtdı dedi ki, Ermənistanın sərhədlərinin toxunulmazlığı, təhlükəsizliyi bizim üçün qırmızı xəttdir. Mən indi demək istəyirəm ki, o qırmızı xətti niyə 92-ci, 93-cü illərdə o sözü işlətmədi? Niyə o Xocalıda törədilən qətliamlarda və s. məsələlərdə deyirlər ki, misal üçün İran humanitar yardım elədi. Humanitar yardımı o dövrdə araşdırsaz bilərsiniz. 92-ci ildə humanitar yardım diplomatik bir jestdir. O dövrdə onu ABŞ da eləyib, Səudi Ərəbistan da eləyib, Pakistan da eləyib, BMT də eləyib, İslam təşkilatı da eləyib, Avropa Birliyi də eləyib, hətta İsrail də eləyib, Fransa da eləyib və s. Məsələ ondadır ki, həmin o qırmızı xətt məsələsini o dövrdə o siyasi təzyiq olaraq Ermənistana da edə bilərdi. Sonra ikinci məsələ, daha digər məsələ, İranın ərazi və vilayəti bölgüsü ostanlardır da, indi bilirsiniz. Orada belə bir şey var. Şərqi Azərbaycan ostanı, Qərbi Azərbaycan ostanı, Cənubi Azərbaycan ostanı. Bu bölgü o deməkdir ki, deməli şimal da var. Şimal anlayışı o. Şimal da kimdir? Bizik. Yəni bu o deməkdir ki, bura İran öz ərazisi kimi baxır. Yəni buranı bir müstəqil bir dövlət kimi görmür. Yəni bunu bir dəfəlik anlamaq lazımdır ki, məsələ ondadır ki, necə izah edeyim? İranın siyasəti, mən sadə İranlılarla mən bir şey deyəmərəm, çünki orada 80 səhv eləmirəmsə 90 milyon İranlı yaşayır vətəndaşlar, əhali çoxdur orada, çox millətli ölkədir. İranın siyasətini ümumiyyətlə tarix boyu yəni İslam yönümdə getməyib. Məsələ ondadır. Yəni o sonra Rəcəb Tayyip Ərdoğanla Xamneyinin görüşü olubdu. Orada qayıdıb deyib ki, Ermənistanla bizim aramızdakı olan minillik sərhədə
biz qarşı çıxacağıq və buna heç vaxt imkan verməyəni pozulsun. İndi sual çıxır. Bu hansı minillik sərhəddən gedir söhbət? Yəni bu adam qəbul edir ki, Ermənistan qədim dövlətdir və bizim sərhədlərimiz minilliklərinə davam eləyib. Bunlar bu məsələləri bir ən azından çözmək lazımdır. Erməni saytlarına bir girin, baxın, görün ki, erməni müxalifətçiləri nə cür bəyanatlar verir. Deyirlər ki, Zəngəzurun, yəni onlar Syunik deyirlər də, Zəngəzurun bu gün qalmasının əsas qarantı İrandır. İran Türkiyə ilə Azərbaycana mane olur. Bu məsələləri ən azından nəzərə yetirmək lazımdır. Bunu anlamaq lazımdır. Sonra İranın şünas bir dənə kafedra müdürü var. İrəvan Dövlət Universitetində. Vardan Oskanyan. Dəfələrlə İrana gedib gəlir, hər bir şey. Onun Facebook səhifəsində bunun bütün statusları İranla bağlıdır. Qardaş, İran öz maddi marağını, İran da əlbəttə dezinformasiya aparacaq. Mənə bir dənə yetərin qədər layıqlı bir yerdən xəbər görsət ki, yəni İran xalqı Bəli. Siz bayaqları vurğuladınız ki, yəni bu dəhlizin açılmağına, mənlə erməninin arasında blokada qurmağına belə bir dənə İran ictimaiyyətinin, İran belə deyim də liderinin, İran cəmiyyətinin belə bir dənə xəbərin mənə faktla ya burada, ya şəxsidə açın, lap Samir qardaş açar canlıda. Mən də bax, mən burada 450 nəfərin qarşısında söz verirəm. Samir də müəyyən müddəti mən tanıyır. Evet. Mən də bir gündən sonra sənin fikrində olacağım, yəni öz fikrimi dəyişdirəcəyim. Mən də deyəcəm ki, sırf İran bizə düşməndir. Fakt deyəndə siz elə deyirsiniz faktla. Yəni siz yəni bu TikTokdakı Qardaşım, mən də dünənləri bir erməni bir erməninin tanınmış blogerində gördüm ki, güya İran Azərbaycan prezidenti İlham Əliyevə 48 saat vaxt verib. Elə bir xəbərlər yoxdur. Qardaş, mən yenə də deyirəm sizə, siz yenə deyirsiniz. Sən deyirsən, mən eşidirəm, əziz qardaşım, əziz həmyerli. Biz burada hansısa bir millətə görə bir-birimizi didməli deyilik. İranda bir dəqiqə, İranda bölgü var. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Cənubi Azərbaycan ostanı. Bu o deməkdir ki, deməli şimal da var. Şərq, Qərb, Cənub varsa, deməli şimal da var. Şimal aradır bizik də. Qardaşım, bu sən dediyin kompasdır. Təbii ki, şimal, cənub, şərq oldusa... Biz Cənubi Azərbaycan deyiriksə, Nikol Paşinyan bir dəfə qayıtdı, tribunada qayıtdı ki, Cənubi İran Azərbaycan hər dəfəsində özünün ideologiyası var. Deyir ki, Cənubi Azərbaycan, Qərbi Azərbaycan. Deməli, Azərbaycan Cənub şərqi də deyir. Yəni, Gürcistan Borçalı məharətindən iddia irəli sürür. Hətta şimal şərqi də deyir. Yəni, Dağıstandakı o Dərbənd vilayətində nəzərdə tutur. Yəni, bunu açıq deyir. Burada da həmin qardaşım. Bax, birinci belə deyim də, Zəngəzuru, Qafanı, Sisiyanı bu müharibələrdə birinci tərəfdar, birinci Erməniyə dəstək verən İran olubdu, yoxsa Rusiya olubdu? Üzr istəyirəm, bir də təzə sual təkrar eləyərdiniz. Qardaşım, bax, birinci Qarabağ müharibəsində, bəli, 90-cı ildə, 1905-ci, 1918-ci ildə bu bölgələrimizin itirməyində birinci Rus tərəfdarı olub Erməniyə, yoxsa İran? Yox, o məsələdə aydın məsələdir. Rusiya dəfələrlə köməklik eləyibdir. Amma İranın da burada maraqları var. İranın burada maraqları. Siz deyirsiniz ictimai falan, mən sadə əhaliylə... Yox, yəni Azərbaycanın bu bölgələrinin erməni tərəfinə keçməyində tərəfdar... Türkmənsay müqaviləsində iştirak edən dövlət kim olub? Yoxsa İran olubdu? Türkmənsay sülh müqaviləsində iştirak edən dövlət kim olub? Bir də sülh müqaviləsində kim iştirak edib? Rusiya ilə yanaşı kim olub? Öz yad planetli olmayıb da, arada İranlı olub da. Qardaşım, bax indi bir şey olan biz deyirik ki, bax, bayaqları Nəsimi çıxdı burada deyir ki, bu dövlətin apardığı bir siyasətdir. Hər bir dövlətində özünə məsul siyasəti var. Mən də onu deyirəm ki, qardaş, sən məni başa düşmürsən. Mən İranın siyasətini sevmirəm, bəyənmirəm. Mən zəhləm gedir onun siyasətindən. Mənim üçün onun siyasəti düşmən siyasətidir. Mən yenə də deyirəm, sadə İranlarla əqidə sahibləridir, namaz qılır, müsəlmanlardır falan. Mənim onlarla işim yoxdur. Mən İranın siyasətini sevmirəm. Yəni İranın siyasəti, bilirsiniz, yadınıza uzaq keçmişə getmir. İndi yadınıza gəlir də hər halda. Yadınıza gəlir, İran şimal bizim sərhədlərimizdə hərbi təlimlər keçirdi. Kimə verdi o şeyi? Mesajı kimə verirdi hərbi təlimi? Bizə verirdi də onu. Zəngəzur dəhlizinə verirdi də onu. Mesaj verirdi hərbi təlimi. Bir kəlmə əlavə edəcəm. Hazır ki, Molla rejiminin siyasəti bizim üçün sərfəli deyil, bizə düşmandır. Mən də onu deyirəm, Molla siyasətini mən sevmirəm. Mən Molla rejimini sevmirəm İranın.
Hazırki molla rejimini. İran deyəndə ümumi şəkildə getməsin. Hazırki molla Mən rejimini. ümumi şəkildə əziz qardaşlar, mən axı yenə dəfələrlə mənim sadə İranlılarla işim yoxdur. Mən sadə insanlar, onsuz da həmişə deyirlər ki, müharibəni varlı insanlar edir, əziyyətin kasıblar çəkir həmişə. Məsələ ondadır ki, mənim sadə İranlılarla işim yoxdur. Orada soydaşlarımız var, Cənubi Azərbaycanlılar var, əlbəttə. Mən İran siyasətini, rejimini, molla rejimini, siyasətini sevmirəm, bəyənmirəm. Yəni bu faktlarla mən danışıram. Vardan Voskanyan var, İranşünaslıq kafedrasının müdürüdür. O adam deyir ki, İran bizim üçün vacib dövlətdir. Bizim dostumuzdur. Bizim Zəngəzur məsələsində Türkiyə ilə İranın qarşısında yeganə dövlətdir. Bu adam dəfələrlə bu sözü deyir. Yəni heç yerə gelmirəm. Armenia Report saytı var. Bir dənə girin orada, bütün hər gün bir xəbərləri izləyin. Müxalifət qüvvələri, o Daşnaksutyun partiyasının bir dənə gənclər təşkilatının üzvü var, İşxan Saqatilyan. Qatı Daşnakçıdır. Onun İranla bağlı bəyanatı şeyi var, yəni fikri var. Qardaş ki, İranda gedən proseslər bu gün bizi narahat edir. Çünki İran bizim üçün qonşu və dost dövlətdir. Eyni ilə də 2 gün bundan qabaq İranın Ermənistandakı səfiri Xəlil Şirloqami, hə, belə bir qayıtdı dedi ki, Ermənistanın ərazi bütövlüyü, toxunulmazlığı, sərhədin toxunulmazlığı hələ də İran üçün qırmızı xəttdir. Yəni bu adam müharibə gedir ölkəsində. Bu sözü hələ də işlədir bu adam, fikrini ifadə eləyir. Qafanda konsulluq açdı. Nəyin hesabı, nəyə, kimə acıq verdi onu? Təsəvvürünüzə gətirin. Ya Türkiyənin Azərbaycanın acığını elədi bunu. Yaxşı, Şuşada niyə bir dəfə olsun müraciət eləmir ki, mən Şuşada konsulluq açım? Türkiyə rəsmi olub, indi düzdür, dövlət səviyyəsində müəyyən məsələlər var. İndi olmuyor. Amma faktiki İran rəsmi olaraq bildirmir ki, mən Şuşada konsulluq açmaq istəyirəm. Yəni bu məsələlər var. Mənim sadə İranlılarla, mən ümumiyyətlə müsəlmanlarla mənim işim yoxdur. Bu gün müsəlmanlara qarşı edilən haqsızlıqlar, yəni günahı olmayan insanlar, yəni onların əlbəttə ki, ona susmaq olmaz. Amma mən sözümün canı ondadır ki, mən İran molla rejimini bəyənmirəm, sevmirəm. Ona görə mən onun qatı əleyhdarıyam. Bu günlər əgər mülki əhalinin obyektləri vurulursa, məktəblər vurulursa, mən onu dəfələrlə lənətləyirəm. Söyürəm də, mən də üzr istəyirəm ifadəmə görə. Amma molla rejiminin apardığı siyasəti mən sevmirəm, bəyənmirəm. Bu qədər. Çox sağ olun, minnətdaram. Hamınızı salamlayıram. Baxın, əgər mövzu dinidirsə, bu müharibə dini müharibə deyil. Bu iki dövlətin maraqlarının çox üst-üstə düşməməyidir. Yəni burada başqa iqtisadi söhbətlər var. Hər iki dövlətin də özünün təhlükəsizlik anlayışı var. Hər ikisi öz təhlükəsizliyini təmin etmək istəyir. Qaldı İranla Azərbaycan məsələsinə. Bax, bu artıq çürüdülmüş məsələdir. Bəllidir də, burada informasiyalar zaten 90% açıq olub. İlham Əliyevin də çıxışları var, İranın əvvəlki rəhbərlərinin də çıxışları var, deputatların, nazirlərin, generalların. Yəni İranı gətirib güclə Azərbaycana ya dost edə bilməyəcəksiniz, ya da düşmən edə bilməyəcəksiniz. Biz daima İranla soyuq sülh münasibətlərində olmuşuq. Aramızda bir müharibə olmayıb, amma şişirtməyin, gözəl qonşuluq, dostluq, nə bilim, müsəlman, belə şeylər də olmayıb. İran ayrı bir dövlətdir. Bunu hamı bilir. Özünün də maraqları var. Onun da maraqlarına ziddir ki, öz tarixi torpaqları kimi baxdığı Azərbaycan, sekulyar sistemdə idarə olunan Azərbaycan, yəni bu dini dövlətdə Azərbaycan dünyavi, heç vaxtda İran üçün maraqlı olmayıb. Azərbaycanın geriləməyi, müharibə vəziyyətində yaşamağı, başının qaçışmağı, inkişaf etməməyi həmişə İran üçün yəni əsas məsələdir. Bu da nəyə görə də ayrı dövlətdir. Əgər ayrı dövlət olduğunu qəbul ediriksə, bunu təbii sayırıqsa, bax, niyə onda özümüzə onu qardaş edirik? Niyə biz gedib onun dərdini çəkməliyik? Bax, yenə deyirəm, humanizm ayrı bir məsələdir. Hər yerdə uşaq ölümünə, günahsız ölümünə qarşıyıq. Və İranın torpaq bütövlüyünü də, yəni bu Azərbaycan rəhbərliyi olaraq dəstəkləyik. Zaten İranın torpağını heç kim əlindən almır. Problemi İran rejimindəndir. Axı biz də bu 30 ildən artıqdır bu rejimə görə başımız ağrıyıb. Bunu niyə boynumuzdan danırıq ki? İndi siz Zəngəzur dəhlizindən danışırsınız. Qaydın 90-cı illərə Azərbaycan iqtisadiyyatının
ən əsas məsələsi neft kəməridir. Yəni bu neft kəmərinin nə də protividir də. Mən indi bax bir-birimizdən məcbur burada niyə sübut istəyirik ki? Bəzi məsələlərə sübuta ehtiyac var. İnternet doludur. Rəsmi mənbələr doludur. Rəsmi dövlət qulluqçularının açıqlamaları internetdə doludur. Bu nə məsələdir ki, bir-birimizdən hər şey üçün sübut istəyirik. İndi yeni bir iqtisadi koridordur bu Zəngəzur. Qardaş, buna da protiv olub da. Bunu dəfələrlə bəyəm açıqlamayıblar. Buna nə sübuta ehtiyac var ki? İndi biz bu məsələlərə görə gedib İsraildən də dostluq olub, İranın üzərinə hücum edəsi deyilik ki, etmirik də. Edirik, yox. Bax, prezident açıqlama verdi ki, heç bir ölkə İrana qarşı Azərbaycandan istifadə edə bilməz. Əla. Heç bir ölkədə Azərbaycanı nəyəsə məcbur etmir də hal-hazırda. Bax, bu da bir fakt. Güya ki, indi Amerikanın Azərbaycana ehtiyacı var İrana qarşı. Yox, yoxdur. Zaten öz işini görür. Bu günlərin biz İranla dediyiniz kimi dost olsaydik, Amerikaya qarşı durmalıydik. O da bizə heç sərf etməzdi. Əgər dediyimiz kimi biz İsraili dəstəkləmiş olsaydik, indi İran raketləri Qətərə, Bəhreyrinə, digər ərəb ölkələrinə yağdığı kimi bizə də yağardı. Biz bu məsələdə heç İsraili də dəstəkləməmişik. Bizim İsraildən təmiz ayrı münasibətlərimiz var. Bunun İranın heç bir adiyyatı yoxdur. Və bizim İranla başqa bir münasibətlərimiz var. Bunun da heç bir Amerikaya dəxli yoxdur. Çünki bu ayrı bir məsələlərdir. Yəni, Amerikanın narazı qaldığı məsələlər deyil. Buna da balanslaşdırılmış düzgün xarici siyasət deyilir. Qardaş, hər kəs geçsin, öz yükünü özü daşısın. 10 milyonluq xalqıq, 86,16 min kvadrat kilometr ərazimiz var. Neftimiz də 10 milyona çatmır. Gətirib 40 milyona pay eləmək istəyirsiniz. O dediyiniz 40 milyon İran xalqı sayır özünü. Necə bizdə Talış, Ləzgi özünü Azərbaycan xalqı sayırsa, orada yaşayan bütün etnik qruplar özünü İran xalqı sayır. Əgər gələcəkdə İranda kim müstəqil olacaqsa, bu o insanların verəcəyi qərar olacaq. Bizlik burada bir şey yoxdur. Samir bəy, mən bitirdim hələ ki sözü. Salam aleyküm qardaşlar. Hamınıza salamlayıram. Aleyküm salam. Diqqətlə qulaq astım hamınıza. Razılaşdığım hissələr də oldu. Razılaşmadığımda əsas bildirmək istədiyim məsələlərdən biri budur ki, bayaq o qardaş yox deyə burada Rüfət idi deyəsən adı getdi. Yəni xoşuma gəldi ki, o deyir mən məsəl üçün hər gün rus dilində, ingilis dilində və yaxud müxtəlif dillərdə saytlara girib xəbərləri, məlumatları alıram da. Ancaq İranla bağlı əgər araşdırma aparırsa, yəqin ki, özü dediyinin əleyhinə bir şeylə rast gələr orada. Yəni, indi deyəcəyim məlumat o məlumatdır ki, o İranı dəstəkləmək xarakteri daşımasın. Niyə? Çünki mən əsas məqsədim Azərbaycanın, yəni Azərbaycan deyəndə bizim yaşadığımız bugünkü paytaxtı Bakı şəhəri olan Azərbaycanın vətəndaşıyam. Mənə ancaq bu Azərbaycanın maraqları önəmlidir. Yəni bundan üstün heç bir maraq yoxdur. Yəni indi deyəcəyim sadəcə olaraq bir məlumatdır ki, Azərbaycan sosial şəbəkəsində, mətbuatında, ümumiyyətlə istər yazılı, istər elektron mətbuatında yanlış bir tendensiya gedir İranla bağlı. O da nədən ibarətdir? Yəni bütün bu müzakirələrdən bu anlaşılır ki, hardasa bir İran dövləti var, Fars dövləti və hardasa bir Rus dövləti var və bir Azərbaycan dövləti olub, Türkmənçay barədə danışıram. Belə bir tendensiya gedir ki, xəyallarda və yaxud ümumiyyətlə dərrakələrdə güya ki, İran dövləti ilə Rusiya dövlətinin bir-birinin apardığı müharibənin nəticəsi olaraq Şimali Azərbaycan, yəni ki, və Cənubi Azərbaycan söhbəti yaranıb. Bu, həm fantaziyadır, həm xəyaldır, həm yalandır, həm də belə bir şey yoxdur. Yəni, Azərbaycan bölünməyib, qardaşlar. Yəni ki, Azərbaycan İran dövləti ilə Rusiya dövləti arasında bölünməyib Türkmənçayda. Türkmənçayda olan hadisə, yəni reallıq, yəni həm də sənədlər olaraq hamının bilməli olduğu borcumuz odur ki,
İran dövləti ilə Rusiya dövlətinin bir-biri ilə apardığı, ola bilər dövlətin adı İran olmuyor. Mən indiki İran ərazisini deyirəm. O ərazidə paytaxtı Təbriz olan bir ölkə ilə, paytaxtı Moskva, Sankt-Peterburq olan ölkənin bir-biri ilə apardığı hərbi müharibənin nəticəsi olaraq Azərbaycan bölünüb, şimaldan, Arazdan o tərəfə verilib Rusiyaya. Həmin o adını desəydi, deməsəydi olan paytaxtı Təbriz olan bir dövlətin ərazisi işğal olunub Rusiya tərəfindən. O da işğal olunub, yəni hansı ki bizik bu, bizim müasir, müstəqil Azərbaycan dövlətini deyirəm. Yəni, qısaca bunu deməkdə məqsədim o ki, heç kim düşünməsin ki, mən sizi nəzərdə tutmuram. Ümumiyyətlə, Azərbaycan əhalisində, mətbuatında tendensiya budur ki, 3 dənə ölkədən söhbət gedir. Fars dövləti, Rus dövləti və Azərbaycan. Farslarla Ruslar Azərbaycanı bölməyiblər. Ruslar Azərbaycan dövləti, paytaxtı Təbriz olan Azərbaycan dövlətinin Arazdan o tərəf məsələsini işğal ediblər. Yəni, biz bugün müstəqilliyinin, hansı ki mənim sevdiyim, balalarıma sevdirdiyim bu dövlətimizin mövcud olmağına, indiki o bayrağımızla müstəqil mövcud olmağımıza, BMT-də təmsil olmağımıza səbəb Qribayedovun ölümü olub. Qribayedovu öldürməsəydilər, paytaxtı Təbriz olan o Azərbaycanı heç vaxt bizi verməyəcəklər. Bizi qan bahasını olaraq verdilər Ruslara. Bizi, yəni şimaldan, Arazdan o tərəfə olan. Yəni, indi biz müstəqilliyimizə borcluyuq, ancaq məcazi mənada deyirəm borcluyuq. Qribayedovun ölümünə. Yəni biz Rusiyanın İrandakı səfiri, İran deyəndə Təbrizdəki, gəl belə deyək də, İran söhbəti bizi çəkdir. Yəni, ay mənim xalqım, onu demək istəyirəm ki, mən bunu öyrətmək üçün demirəm, məlumat üçün deyirəm. Bunu hər birimiz bilməliyik ki, Türkmənçay müqaviləsi Azərbaycanı bölməyib. Azərbaycan işğal olunub Arazdan bu tərəfə. İndi bu son olaraq bunu demək istəyirəm ki, bu əsas məqsədim deyildi. Bu mətbuat üçün, yəni informasiya xarakterlidir. Ancaq indi keçirəm mənim bu İranla indiki vəziyyətdə olan aktual bir məsələyə. İndi bəlkə də bilirsiniz, bəlkə də yox. Yəni inanıram ki, araşdırmısınızsa hər gün, yəni mətbuatı, onu da ya bilmirsiniz, ya da bilirsiniz və yaxud bilmək istəsəz bilə bilərsiniz. O nədir? İranın atdığı bombalar ki, yoxdur. Məsəl üçün, Birləşmiş Ərəb Əmirliklərinə, məsəl üçün Qatara, məsəl üçün Saudiyyə. İndi təsəvvür edin, bizim xoşumuza gəlsə də, gəlməsə də, məsəl üçün, mənim xoşuma gəlmir müəyyən şeylər, ancaq faktında qalır. İran dövləti rəsmən bəyan elədi ki, o birisi ölkələrin hamısı mənli idi, Saudiyyə dövlətinə mən bir dənə raket atmamışam. Gətirib fakt versinlər ki, mən atmışam. Yəni, heç kimdən də qorxmur, heç kimdən də eləmir. Deyir, Sputniklərimiz göydədir, Çinin də var, Amerikanın da var, Rusiyanın da var. Gətirin mənə vizual olaraq sübut eləyin ki, Saudiyyanı niyə atmısınız, onu siz atmısınız, deyir. Yəni, söhbət bundan gedir. Yəni, bunu da yenə heç kimin tərəfini tutmaq üçün demirəm. Bu, informasiya verirəm. Yəni, burada mənim məqsədim informasiyadır. Tərəf tutmağa qalsın. Məlumatı dəqiqləşdirsək, baxın, əgər tarixdən bir fakt dediniz. Yox, düzgün, qardaş, bax, qardaş, bircə dəqiqə istəyirəm. Buyurun. Axşamınız xeyir. Hər kəsi salamlayıram. Mirağa qardaş, siz idinizə danışan axırıncı. Yox, mən deyil. İsrarla. Hə, israrla. Bəs doğrudan da yaxşı Peyğəmbərə toxundunuz. Bəzi şeyləri elə açıq aydın dediniz. Onu bir dənə üstünə davam demək istəyirəm ki, bu reallıq budur ki, doğrudan da Azərbaycan 1813-28-ci illərdə İrandan qoparılıb. Yəni, tarix budur. İrandan qoparılıb. İranın bütün həyatı bundan strateji baxışı, yəni 200 ildən artıq da keçib bu hadisədən. Dəyişmir. Yəni, onlar bizi yenə də, biz necə fikirləşirik ki, Təbriz bizlə, amma onlar fikirləşmir bizə birləşməyi. Bizim onlara birləşməyimizi düşünürlər. Əslində, onların düşüncəsi məntiqlidir. Yəni, tarixi baxımdan məntiqlidir. Əslində tarix, bax, İsrar bəy dedi, mən Samir bəy biraz mane olmasa, bu tam belə deyil əslində tarixdə. Ya Azərbaycan ki hissəyə bölünməyib, ya İrandan qoparılmayıb. Əslində, bizim indi yaşadığımız Azərbaycanda
müstəqil, yarım müstəqil xanlıqlar olub. Onlar daxili məsələlərində tam sərbəst olublar, amma formal olaraq Onlar Qacar son şahına- illərdə Yox, bir dəqiqə hakimiyyətin xahiş zəifliyindən edirəm. istifadə edib başqa Yox, ondan əvvəlkilə də getsək, baxın. Nadir Şahın dövründə Bax, başına əzizlər. o ya xanlıqlar, bir dəqiqə qardaş. Xanlıqdan qabağa gedəndə də biz onlardan cəmi 200 il bir yerdə yaşamışıq. Real olaraq Azərbaycan, Şimali Azərbaycanın, indiki Azərbaycanın, Cənubi Azərbaycanla tarix boyu bir yerdə yaşamağı cəmi 200 il olub. Bu indiki yaşadığımız ərazi daim Şirvanşahlarda olub. Şirvanşahlar da 1530-cu illərə qədər İranın tərkibində olmayıb. 200 il gəldilər, Nadir Şahın ölümünə qədər saxladılar. Nadir Şahın ölümündən sonra da burada xanlıqlar olub müstəqil. Onu da İran gəlib bir-bir xanlıqları götürüb özünə. Müqabilə edəndə son Türkmənçay müqaviləsindən də İran bundan barışıb. Nağıl danışmayın biz İranın torpağı olmuşuq. Biz cəmi cümlətanı indiki Cənubi Azərbaycanla bir yerdə 200 il yaşamışıq. 1000 ilin 200 ilini. Qurtardı getdi. Yalandan tarix burada izah eləməyə ehtiyac yoxdur. 200 ildir də ayrı yaşayırıq. 200 il bir yaşamışıq, 300 ildir də ayrı yaşayırıq. Nadir Şahın ölümündən sonra biz onlardan yaşamamışıq. Ayrı tarixi yolları var, ayrı xalq kimi formalaşmaqları var, ayrı arzuları var, ayrı istəkləri var. 50 dənə İranlıdan danışmışam Samir bəy. Deyirlər ki, biz sənə nə var? Biz neyinirik? Sizdən birləşirik. 1 milyondan artıq kvadrat kilometr arası olan dövlətimiz var. Nefti var, gazı var, qızılı var, körfəzə çıxışı var. Əla da yaşayırıq. Farsa qız da alırıq, Farsdan qız da veririk. Kürddən də elə. Bir dənə Kürd qız öldü İranda. Başını açdığına görə. Nə qədər Cənubi Azərbaycanlılar ona dəstək oldular. Çıxıb küçələrdə, mitiklərdə öldü Cənubi Azərbaycanlılar o Kürd qızına görə. Deməli, orada milliyyətçilik söhbəti yoxdur. Orada ideya söhbəti var. Bunlar demokratik, dünyavi İran arzulayır oradakı Azərbaycanlılar. Bax, qaldı o Traktor futbol klubunda qışqırılan şüarlara, ona qalsa Barcelonada da qışqırılır. Kataloniya yana İspaniyanın tərkibindədir, heç ayrılmaq da istəmirlər.